Yumurtalıq kistaları girdə formalı, maye tərkibli xoş xassəli törəmələrdir. Bunlara aiddir folikulyar kista, sarı cisim kistaları, dermoid kistalar, endometrioid kistalar, kiçik çanaqda durğunluq, yəni qan dövranının pozulması, iltihab, hormonal disbalansın pozulması nəticəsində və sair səbəblərdən baş verə bilər. Yumurtalıq kistaları bəzən qansızmalar da müşahidə olunur. Bu zaman qarının altında güclü ağrılar, ürək bulanma, qusma, hətta huşun itirməsi də müşahidə oluna bilər. Bu zaman mütləq təcili tibbi yardım çağırmaq lazımdır. Qansızma da ən çox olur folikulyar kistalarda, sarı cisim kistalarında, çox az hallarda da endometrioid kistalarda ola bilər. Bəzi kistalar var, bunlar öz-özündən sovrulub gedir. Amma əgər həcmcə böyükdürsə, artıq burada cərrahi əməliyyat lazım olacaq.